İnsanın günahları onun dualarının qəbul olmağına manedir, yoxsa yəni, əlaqəsi yoxdur? Nusus buna şahidlik edir. Nusus buna şahidlik edir. Məsələn, o məşhur hədisdə necə deyir? Peyğəmbər sallallahu aleyhi və səlləm bir kişini misal çəkir, bir kişini zikr edir. Deyir ki, müsafir olur, saçı dağınıq, uzaq yol səfər, yol qət edib, müsafirdir. Yamuddu yədeyhi iləs-səmə, əllərini qaldırır səmaya, deyir, ya Rabbi, ya Rabbi, ey Rəbbim, ey Rəbbim, dua edir. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, və mət'amuhu haram, və məşrəbuhu haram, və məlbəsuhu haram, və ğuziyə bil haram, fəənnə yustəcabu lidəlik. Yeməyi haramdır, içməyi haramdır, libası haramdır, qidası haramdır. Necə cavab versin ona Allah? Bu nasdır, hədisdir. Bu hədis şahidlik edir ki, əgər insan haramla qidalanırsa, haramlar edirsə, onun duasının qəbul olmasına maniyədir. Nasdır bu? Sarih, ola bilir bu. Allah subhanahu wa ta'ala dualar qəbul etmir belə insandan. Yox, məsələn, Yəhyə ibn Muaz Ər-Razi rahiməhullah deyir ki, əgər sənin etdiyin dua qəbul olmursa, icabət gəlmirsə, deyir, sən deyir, günahlarla, bil ki, sən günahlarla icabət qapısını bağlamısan. Subhanallah, günahlar icabət qapısını bağlayır, deyir. Ona görə alimlər deyirlər ki, insanın etdiyi günahlar insanla müvəffəqiyyətin, tövfiqin arasına girir. Nə deməkdir bu söz? İnsanın etdiyi günahlar insanla müvəffəqiyyətin arasına girir. Yəni, Allah subhanahu wa ta'ala o insanı müvəffəq etmir xeyirlərə, dualarına cavab verilmir. Dualarına cavab verilmir. İbrahim ibn Ədhəm rahiməhullah kim olub? Tabinlərdən olub. Məşhurdur. İbrahim ibn Ədhəm rahiməhullah bir gün çıxır Basra şəhərində bazarların birinə çıxır. Görürlər insanlar İbrahim ibn Ədhəmi. Başlayırlar başına yığılmağa. Hamısı yığılır başına, deyirlər ki, ya Əbə İshaq, ey Əbu İshaq, İnnəllaha yəqul, ud'uni əstəcib ləkum. Allah Quranda deyir ki, mənə dua edin, məni çağırın, mən də cavab verim. Biz deyir, illər boyu Allaha dua edirik. Allah subhanahu wa ta'ala dualarımıza cavab vermir. Nədir səbəb? Axı, Quranda belə ayə var. Məni çağırın, mən də cavab verim. İnsanlar İbrahim ibn Ədhəmdən soruşur, saxlayıb soruşurlar, başına yığılırlar. İbrahim ibn Ədhəm, rahiməhullah, gözəl bir söz deyir orada. Deyir ki, لِأَنَّ قُلُوبَكُمْ مَاتَتْ بِعَشَرَةِ əşyə. Çünki sizin qəlbləriniz ölüdür. 10 şey var ki, 10. Sizin qəlbləriniz o 10 şeydə yoxdur. O 10 şeylə ölüdür. 10 şeydə ölü olduğunuz üçün Allah subhanahu wa ta'ala sizin dualarınızı qəbul etmir. Yəni, o 10 şeydə ölü olduğunuz üçün sizin dualarınıza cavab verilmir. Və deyir, siz deyir, Allahı tanıdığınız halda onun haqqını vermədiniz. Nə demək istəyir? Bildiniz kimdir Allah, amma haqqını zayi etdiniz. Siz onun kitabını oxudunuz, amma əməl etmədiniz. Quran nə üçündür? Əməl etmək üçündür. Var qiraət, mücərrəd oxuyursan, var əməl edirsən. Hansına görə nazil olur? Əməl etmək üçün. Siz deyir, Peyğəmbərin sevgisini iddia etdiniz,
amma onun sünnətini tərk etdiniz. Yəni var dildə deyirsən mən Allah Rəsulunu sevirəm, var əməldə. Siz iddia edirsiniz ki, Allah Rəsulu bizə sevimlidir, Həbibuna. Amma sünnətini, yolunu, sünnəsini tərk etdiniz. Siz deyir, şeytanı iddia etdiniz ki, şeytan düşməninizdir, amma müvafiq oldunuz ona. Siz deyir, iddia etdiniz ki, biz cənnəti sevirik, amma ona aparan əməllər etmədiniz. Siz iddia etdiniz ki, cəhənnəmdən qorxuruq, amma ondan uzaq olan əməlləri dərk etmədiniz. Siz deyir, ölümün haqq olduğunu bilə-bilə hazırlaşmadınız. Siz deyir, öz eyblərinizi dərk edib, başqalarının eybləri ilə məşğul oldunuz. Siz deyir, Allahın nemətlərini yediyiniz halda şükür etməyi tərk etdiniz. Siz deyir, 10-cu, ölülərinizi dəfn etdiniz, özünüz ibrət almadınız. Bu 10 şeydə deyir, qəlbiniz öldüyü üçün, bu 10 şeydə yox olduğunuz üçün Allah subhanahu wa ta'ala sizin dualarınızı qəbul etmir. Ona görə biz deyirik ki, bu səhihdir, bu düzgündür. İnsan elə bir halda yaşaya bilər ki, Allahdan uzaq düşə bilər, bu tərəfdən dua edə bilər, duasına cavab verilməyə bilər. Bu mani ola bilir icabətə. Səhihdir, nusus buna şahidlik edir. Allah daha doğrusunu bilir.